Sabahınız xeyir olsun. İndi bu günləri inşallah Kopenhagenə gedirik və Flixbusla gedəcək inşallah. Belə bir avtobusla biz daha əvvəllər səyahət eləmişik. Səhv eləməmsə Almaniyadan Çexiyaya gedəndə. Bir gedək, bir neçə saat yolumuz olmalıdır. İnşallah yenidən görüşərik. Almanya ilə deməli Danimarkanın arasındayıq. Kopenhagenə keçmək istəyirik. İndi gəlin göstərim sizə. İndi buranı keçəcək. Ferman tərəfdəyik. Keçəcək bura. Gözləyirik ki maşınlar bu tərəfdən gəlsinlər. Sonra da növbə bizə çatacaq, biz oraya keçəcəyik. Maraqlıdır, birinci dəfədə belə bir şey görürəm. Deməli, belə bir avtobusumuz gəminin içindədir. Dedilər ki, 40 dəqiqəlik düşüb gezə bilərsiniz. Belə maşınların yəqin ki, qalxarıq yuxarı. Deməli dostlar, gəmidəyik, avtobusumuz aşağıda, belə deyim də, parkovkasında. Biz özümüz də Almaniyadan keçirik Danimarka, Daniya tərəfə ki, Kopenhagenə gedək. Dedilər bir 40-45 dəqiqə çıxıb özünüz üçün gezə bilərsiniz. Nə bileyim, aşağıda restoranlar var, dükanlar var falan, hər şey vardır, böyük gəmidir. Yanındakı gəmilər. Bax, belə yekə gəmilərdir. Biz də indi hal-hazırda onlardan birindəyik. Və gedirik özümüz üçün. Cəmaət çıxıb özü üçün qəşəng. Hava da normaldır, biraz külək var. 19-20 dərəcə isti olar. Çox maraqlı. Pulsuz gəmi səyahəti. Oradakı atraksiyona baxın. Bəlkə də bir 20 mərtəbəli atraksiyondur. Bir dənə polis maşını keçsin. Hə. İlk bana bir 10 dəqiqədə Kopenhagen'dəyik. Zibil yeşiyi biraz geç tapılır. 10 dəqiqədə yol gəlirəm, hələ zibil yeşiyi görməmişəm. Açığı, nə yalan deyim. Bir də ki, qalan dəhşətli dərəcədə çoxlu velosipedlər var. Buralar hamısı velosipeddir. Buralar velosipeddir. Gələ-gələ nə qədər velosiped var. Ora baxın, oralar velosipeddir. Yəni dəhşətli dərəcədə çoxlu velosipedlər var. Hələ buralara bax. Buralar da hamısı velosipeddir. Yəni dəhşətlər. Avropada, yəni Avropa deyirəm, Almaniyada belə deyil idi. Nə Frankfurtda, nə Hamburgda bu qədər velosiped görməmişdim. Burada amma dəhşət çoxdur. Gələ-gələ 10 dəqiqədə yol gəlirik. Bəlkə də 500 dənə velosiped görmüşük. Amma şəhər təmizdir. Bura məncə həm Hamburgdan, həm Frankfurtdan təmizdir. Həm də günəşlidir. Burada indi günəş vardı, yəni adama müsbət enerji ötürür.
Belə getdik. Bir şey qalmayıb, otelimizə çatmışıq. Oradan da çəkilişimiz gəldi. Bu bizim otelimizdir. Çox uzun. Bu da bizim otağımızdır. Koridor qaranlıq olsa da otağımız tam ışıqlıdır. Köhnə stildə oteldir. Amma hələ təmizdir. Qəşəng. Balaca xudmani. Televizor da var. Burada çayını içməyi də var. Bunu axtarıram ki, görüm neyimiz var. Bu bizim oteldən vidimiz. Məncə pis deyil, yox. Düzdür, düz uqlavoydu. Səsli məkana oxşayır. Pəncərələri bağlayanda. O pəncərələr 2 qatdır. Məncə qəşəng olmalıdır. Onlar görə budur pəncərədir. Burada da deyəsən. Bəli. O yaxşıdır. Belə. Şəhərə də inşallah birazdan çıxarıq görək nə var. Burada 2 gün qalacaq inşallah. Deməli, qabaqcadan pulunu istəyiblərdi, yəni dəqiq deyə bilirəm. Bax, budur. Bu elə bir ki, 6 kababdır. Kabab deyəndə ki, dönərdir. Görürsünüz? Üstü salat. Bu kabab boks deyirlər buna. Belə bir şeydir. Sudur, koladır. Tomatlı supdur, ölürəm. Düzü tomata heç oxşamır, açığı, nə yalan deyim. Heç tomat tadı da gəlmir. Bir də ki, bez limit pizza və salatdır. 47 euro. Çayva ilə bir yerdə 50 euro. Məncə pis deyil, düz deyil. Ucuz da deyil, amma baha da deyil. Şəhərin mərkəzi, güzel otelimizin altı, Astoria otelində qalırıq. Belə, nuş olsun. Bu da salatla, o limitsiz pizza. Hansı ki, hər şey bu olan içində bayaqlar qiymət demişdim, 50 euronun içindeydi. Çox maraqlıdır. Bir də buranın öz pul vahidi var. Amma bu restoran euro ilə götürüldü. Yəni mən hələ ki pul xırdalamamışım. Hələ euro ilə ödəniş eləyə bildim, rahat. Buranın öz pul vahidi var. Çox yerlər oyuna işləyirlər. Belə. Danışım sizə bunun hadisəsini. Bu nədir belə? Deməli, bura Kopenhagenin məşhur Tivoli parkıdır. Giriş 2 nəfər üçün 100 manat. Təsəvvür edin, ödəmişəm. Və Gmail-a sənin tiketlərin gəlir də, biletlərin. İndi biletlərə baxmaq istəyirəm, gəlir. Biletlər yoxdur. Nəyə görə? Çünki mailin fulldur. Dolub yana. İndi gedmişəm bunlara deyirəm ki, bəs belə-belə də, yəni polnadır. Bəs mən pul ödəmişəm, göstərirəm, order ID, zat hamısını göstərirəm. Əla. Deyirəm, super. Bir dənə deyir, qolunuza bir dənə peçat vuracam, bu ilə girərsiniz. Qazdır da, yəqin ki bu. Başım qoluma bir dənə peçat vururlar, gəlirəm, göstərirəm, keçirəm. Maraqlı. Gedək baxaq, bu indi parkla tanış olaq. Buranın Kopenhagenin məşhur parkıdır. Çox məşhur parkıdır. Birazdan baxacaq görək nə var.
Çox yuxarı qalxır ya. Adamı ürəyi dayanar orada. Böyle bir şey var. Sen gözlü çəkirlər, gözlü. Və sənə verirlər. 399 kron. Yəni kron da heç pul var. Bilmirəm. Bir sözlə 100 manat. Belə. Təkəri fırladır, yuxarı qaldırır. Təkər neydi? Pedalı. Pedalı fırladanda o səni yuxarı qaldırır. Pedalı saxlayırsan, düşürdür səni aşağı. Bura həmin o məşhur yenə də icra hakimiyyətidir. Bura artıq Kopenhagenin icra hakimiyyətidir. Parqov fason yerdir. Maşınlar belə də çox deyil. Bu küçə ümumiyyətlə nə buranı da göstərib. Buradan yalnız avtobus və piyadalar üçün nəzərdə tutulub. Yəni velosiped, avtobus və piyadalar. Adi maşınların girişi qadağandır. Çox qəşəng binadır, həmin bu icra hakimiyyəti. Bu da bir əzəmətli və köhnə binaya oxşayır. Bu cür tarixi yerlər əslində çox bəyənirəm, belə yerlər. Yeniliyi də sevirəm, amma tarixi unutmamaq şərti.
Buranın Targovisi belə deyə, Stroget küçəsi. Deməli, nəyə şahid oldum? Artıq 2 ildir də bu fikir verirəm. Mən şəkil çəkdirmək istəyəndə millət gəlir də. Bayaqdan bura sakitçilikdir. İndi bax millət abi, necə? Hər yerdə belədir ya. Gəlirəm şəkil çəkdirməyə. Qardaş, millət hardansa gəlir. Dayanmadan gəlir. Başa düşdün? Bir ki, mənə gözləyirlər. Yəni şəkil çəkdirmə də deyir burada. Qəşəng vid var ona görə. Ondan 7-yə kimi açıq olur. Maraqlıdır. Belə alınsa sabah gələrik inşallah. Bir-iki də söz deməyimi istədilər avtomobillər haqqında və benzinlər haqqında. Düzdür, Kopenhagendə hələ bilmirəm, amma Almaniyada baxdım. 2 euro 30, 2 euro 50, təxminən bu radələrdə 92 Super Eco və Super Premium benzinləridir. Bu da təxminən bizim pulla 4.80, 4.90, nə bilim, bu civarlarda edir, 4.50 litri. Avtomobillər də ki standartdır. Yəni standart dediyimdə ən çox təbii ki Avropa istehsalı olan avtomobillərdir. Mercedeslərdir, Volkswagenlərdir. Toyotalar da var burada. Yəni indi hal-hazırda artıq Kopenhagendəyik. Taksilərdə də şəhərin mərkəzində idiyənə premium avtomobillərdir. Volkswagendir, Mercedesdir, Toyota'dır, yenə də Volkswagendir. Belə, Bolt da var, Uber də var, taksiyə aiddir. Taksidən istifadə eləməmişik açığı. Otelimiz çox mərkəzə yaxın hissədə olduğu üçün demək olar ki, bütün yerlərə elə ayaqla gedirik. Hamburqda avtobusdan istifadə eləmədik, Frankfurtda istifadə elədik. O məlumat vermişdim sizə. Belə, təbii ki, Kopenhagen Hamburqdan qəşəndir, gözəldir. Gəlin gecə-gecə söhbət edəyik. Bu idilər var. Kopenhagendə görməmişəm hələ ki, amma Almaniyada var idi. Bir də nə? Bir dənə də olsun maşın. Mən burada görməmişəm ki, o klapanları vursun, stakançıqları vursun. Yəni ən çox biz bunun qarşılaşırıq haçan keyfiyyətsiz benzin və keyfiyyətsiz yağ olanda bax belə səslər, klapanların səsi gəlir, stakançıqların səsi gəlir. Burada mən o şeylə rastlaşmamışam. Bir dənə də olsun maşında o
tık 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 ses gəlir böyle mühərrikdən. Bax o ses yoxdur. Düzdür, buranın havası da plus 35-40 deyil. 18 dərəcə isti var bu dəqiqə. Amma yenə də tıxaclar var, yox. Bir dəfə də olsa rastlaşmamışam. Səhər sübhdən çıxıram. 8, 9 bu radələrdə də indi oteldən çıxdığım vaxtlar olur. Çaspik vaxtını görmüşəm. Amma qardaş, probka deyilən şey yoxdur. Ümumiyyətlə. Siqnallar da ki, özünüz bilirsiniz, çox vaxtı siqnaldan istifadə eləmirlər. Yəni ki, bir 2 dəqiqə, 3 dəqiqədə video çəkilir. Mən heç siqnal səsi eşitmədim. Belə, bu da mərkəz. Deməli, bura bunların bildiyiniz içəri şəhəridir. Внутренний город. Həm köhnə sayılır, bu köhnə evlərdir hamısı. Qəşəng restavrasiya ediblər, rəngləyiblər, cürbəcür. Burada gəlib çox qəşəng şəkillər çəkdirə bilərsiniz. Və bura həm də balaca da olsa portfason bir yerdir. Sadəcə olaraq hələ ki, deyəsən, axşamda belə günlüyə baxmayın. Axşam saat 9-a qalıb 10 dəqiqə. Yəni burada günəş çox gec batır. Saat 10:30-da təxminən, yəni 21:30-da günəş batır. Belə. Maraqlı yerlərdir, çox maraqlı yerlərdir. İmkan olsun gələsiniz, gezəsiniz. Dedilər, axşamlar bura daha qəşəng olur. Biz də axşam vaxtı gəldik. Bu Doritos'da Bakıda ən sevdiyim çipsidir. Bu rəngi heç vaxt görməmişdim. Ona görə burada görən kimi aldım. 3 dollar 22 sent. Təxminən 5 manat 50 köpük. Dad da əladır. Bəyəndim. Çox xoşuma gəldi. Dedilər ki, bu parkda axşamlar çox qəşəng olur. Ona görə gəlmişik axşam baxmağa. Həmən bu göstərməklə yenə də keçə bildik. Yəni bir çıxmışdıq, təzədən gəldik, keçdik. Bu gün ərzində bu nə qədər istəyirsən girib çıxa bilərsən bura. Deməli, bir dənə maraqlı bir oteldə qalırıq. Deyir ki, sən bilirsən ki, Otel Astoria 1935-ci ildə bu stansiya konduktorları üçün tikilib və əlavə olaraq deyir ki, xoş gəlmisiniz tarixi Otel Astoria'ya. Bu deyir, orijinal qapıdır, hansı ki spesialinin funksiyasını daşıyır. Deməli, konduktorlar 30-cu illərdə bura uniformalarını qoyurdular. Biraz çıxıntı var qapıda, görürsünüz. Burada açırdı, uniformasını qoyurdu və nə baş verirdi? Arxa tərəfdən də təmizlik işçi heyəti gəlirdi, buranı təmizləyirdi. Yəni götürürdü və təmizləyib təzədən yerinə qoyurdu. Burada deyir, sənin otelin otağından görünüşüdür. İndiki görünüşlə əvvəlki görünüşü göstərəcəm. Bu da çöldən görünüşdür. Təsəvvür eləyin ki, baxın, nə var belədir. Eyni, bax, bu görünüş, görürsünüz. Belə. Çox maraqlıdır. İndi çöldən də qapını göstərəcəm ki, necə olub. Bax, bu da çöldən həmin o qapını da buradan açırdı təmizlik işçisi və götürürdü uniformasını. Belə maraqlı bir hadisə. Sabah xeyirli olsun. Buna belə yüngül var zaftır. Nuş olsun. Deməli, bu Lego məşhur dükanıdır arxamda və
Burada Kopenhagen'də bu Lego çox məşhurdur. Bu dünəllər Tivoli gəldiyimiz Tivoli parkıdır. Növbəyə bir dənə baxın ki, yəni dəhşət. Hələ yağış yağır. Təsəvvür edin ki, 17 dərəcə istidir, yağış yağır, kifayət qədər soyuqdur hava və yağış yağır, külək də var. Ona baxmayaraq millət yenə də çıxır, gəzir, eləyir. Həftə içidir. Həftənin bu 3-cü günü. Biz də saat 11-də biz də ki, heç özümüz üçün gezirik. Avropaya gəldiksə belə şeylər götürmək lazımdır özünüzlə ki, mütləq şəkildə yağış olmasın. Zontiklə bir yerdə. Bu misal üçün Nescafe 73 Blanc boyuna 73'dür və təxminən 19 manat edir. Şirniyyətdə misal üçün 12 manat, 3 manat. Oreo 18, 4 manat 67 qəpik. Belə, yəni buranın düzdür maaşı yüksəkdir. Bir dənə su burada hədsiz bahadır, çox bahadır. Red Bull misal üçün ucuzdur. 11 kron 2 manat 85 qəpik. Red Bull. Bəlkə də Azərbaycandan da ucuzdur. Maraqlı. Amma adi qazsız sular biraz bahadır. 2 manat azadır. Şeylərə misal üçün 13 dollar çıxdı ümumilikdə. 1 2 yani işte 3, 4, 5, 6 başıma belə də yəni uşaqlar üçün belə şeylər hamısı bir yerdə 13 dollar. Biraz gəlin söhbət eləyək. Deməli bu şəhərin təmizliyi Almaniyadan biraz daha yaxşıdır. Təmiz şəhərdir. Daha sonra gecələr təbii ki, birinci yerdə Bakı gecələridir, gözəlliyinə görə. Burada yəni ki, bizimki kimi o binaların fasadlarına ışıqlar vurmur. Başa düşdünüz? O həqiqətən də çox gözəldir. İndi adam bir anlıq yadına salır Bakını. Burada elə deyil misal üçün. Axşam şəhər çox sakit idi, çox hədsiz dərəcədə. Belə sərinliyi sərindir dediyim kimi. Yağış yağır. İndi düzdür yanıb. Amma ümumi o abu-hava məsələsi də ki, adam gəzir, adama ləzzət eləyir. Başa necə? Adam gəzir. Heç nə fikirləşmirsən, eləmirsən. Bu, yəni şəhərin mərkəzi deyil. Daha doğrusu əsas o Targovo deyilən ərazi kimi yerlər var. O ərazidən deyil. Sadəcə olaraq insanlar üçün olan yerlərdir. Biz də gezirik özümüz üçün. Velosipedlər də doludur, dolu. Yəni mən həyatımda bu qədər velosiped görməmişdim heç vaxt. İndi bəzi yerlər var. Şəhərin gəzməli, görməli yerləri. Onlara inşallah gedirik. Gedə görək necə olacaq. Rosenberg iqamətgahı. Bilməm. GoPro necə götürür, amma belə çox qəşəngdir. Həm də belə vahiməli və əzəmətlidir.
mấy cái ô này trên đập ô. Bu da Kopenhagen'de yol gedirdik. Bir tane mahalle gördük. Həyət. Ora girdik. Bloklar. Bu həyət. Velosipedlər və belə durur. Oraya çıxışdı. Ucu yolda fikir verir. Orada maşınlar gedir. Və bu da əsl dominoluq yerdir baba. Nəhər domino. Çox sakit, ləzzətli. Qaravul dəyişilirdi, onu çəkdim indicə. Deməli, hal-hazırda biz bilirsiniz ki, Daniyada krallıqdır. Yəni kral ölkəyə idarə edir və 4 dənə eyni tip binadan ibarət olan bir meydandayıq. Hər gün saat təxminən 12-də burada karavul dəyişilir. Bayaqki video çəkmişdim. Bax, o karavulları dəyişirdilər orada. Və rəsmi məlumata görə krallıq və ailəsi burada yaşayır. Amma harada yaşayır bilmirəm deyil. Sadəcə olaraq internetdən oxuduğum bir məlumatdır ki, krallıq, kral və ailəsi, ailə üzvləri buralarda yaşayır. Amma harada yaşayır bilmirəm. Belə, maraqlı məlumatdır məncə. Turistlərin ən çox gəzdiyi, şəkil çəkdiyi yerlərdən biri də məhz buradır. Buradan sonra artıq kanallar, Baltik dənizi gedir. Və belə, yenə də gəzintimiz davam edir. Heç həyat. Sahil yanı yerlər. Birazdan bir dənə görək alınsa biz də bu onlarla çıxaq gəzintiyə, katerlərlə. O mən bilən o köhnə içəri şəhər tərəf var idi. Bunların içəri şəhəri. Məncə o tərəfdədir. Çox qəşəng. Köhnə şəhərdir bura, köhnə şəhər. İçəri şəhər, köhnə şəhər. Turistlərin olduğu bəlkə də ən çox yeri buradır. İndi bax bu. Buraya inşallah düşmək istəyirik. Görək nədir, nə deyil.
qiymətləri falan hamısını deyəcəm. Die broodapps. Bir dənə elə belə maraq üçün bu qiymətə baxaq. Hot dog Vizbekon 18.70. Hələ bir 99. Hoşum gəldi 70-ə də ümumilikdə. 99 14 euro deməkdir. 70 də indi yəqin ki 10 euro zad eləyər də. 20 manat bir dənəsi. Şəhərin mərkəzidir ona görə. 2 nəfər böyük üçün bilet aldıq. Burada indi gedəcəyik. Bu da yay variantıdır. İndi üstünü biraz örtüblər ki, ehtimal var ki yağış yağsın. 2 nəfərə 110 manat. 55 euro təxminən. Buranın pulu ilə 418 datski kron. İndi çıxırıq şəhərin gəzintisinə. Bilməm neçə dəqiqə olacaq sözümüzü. Baxarıq hamısına inşallah. Getdik. Yerində fırladır. Yerində fırlatdı. Qəşəng. İndi birazdan qaz verəcək. Biz o tərəfə gedəcəyik biz. Aha, danışacaq ki bu. Hi guys, hi, welcome. Hi, my name is Lila, and I'll be your guide for the next hour. And here's your captain in the front, Henrik. So welcome. It's very important that you guys stay seated throughout the whole trip because there's a lot of low bridges and your head does not regrow. So let's just sit down and just keep it that way. And also please make sure that your hands are inside of the boat at all times. Hej og velkommen til. Mit navn er Lilla, ligesom farven. Men ja, som sagt, det er en meget gammel havn. Og selvfølgelig i gamle dage var det her ikke det bedste sted at være. Det var fordi man omværtshus og glædespiger. Til gengæld til de sidste 30-40 år er det nu transformeret til den nye havn, som vi ser den i dag. Now, if you guys take a look here to your right-hand side, this is where the opera is. The opera is built in 2005 with strong like a heart to show love and passion to music. The newest addition to the opera house is the opera park. It's this green area. Here the trees are planted in a way to look like an orchestra ready to play music. If you ask me, it just looks like a jungle, but I'm supposed to tell you it looks like an orchestra ready to play music. The house is sitting on her rock since 1913, and she was a gift from Carl Jacobsen, who owned the Carlsberg Brewery. She's actually had her head cut off twice, and she has had her arm cut off once. But she's always been safe and has been sitting on her rock ever since. Så hun har siddet på sin sten siden 1913, og hun var en gave fra Carl Jacobsen fra Carlsberg Brewery. Hun har faktisk mistet hovedet 2 gange, desværre, og hun har faktisk også blevet armsaget af 1 gang. Men hun er altid blevet reddet og har eller deres nyeste rute til Læsø.
Belə bir burgerlər var. Burgerlərimiz var. Hoşum neçəyə? 50 manat. Yox. 60 manat. 2 dənə burger, 1 dənə kola. Bu da demək olar ki, hələ Targovdan bir küçə bu yanadda, belə deyim. Oturmuşuq sakitcənə və burgerimizi yeyirik. Sağ ol.